Bir gün bir kadın getirip yemeği zibil kutusuna atanda həmin ərəfədə bir az qadın da körpə, körpə deyəndə bir 7-8 yaşında qız uşağı əlil arabasında oradan keçirdi. Bu qadına deyir ki, dur yemeği atma zibilə, biz azıq, o yemeği ver bizə. Qadın diyor ki, yemək mənimdir, sənə nə var, hara istəsəm ataram, atır yemeği zibilə. Bu yemeği atandan sonra bu ac kadın gelir yemeği oradan çıkardır. Yemeği oradan çıkardığında bu kadın yapışır buna ki yemeği dartır ki alsın bundan. Deyir ki biz azıq da niye de deyir yemek benim de olmaz. Bundan çekir, çekende o tarafa bu tarafa bu yemek de dağılır. Kadın da aşır yıkılır yere. Bu hadisəni də kənarda maşında oturan bir cavan oğlan izləyirdi, görürdü. Bu qadın deyir ki, gedin buradan, eğer getməsiniz polis çağıracağım bura. Bu az qadın görür ki, dəvcəy iş doğdu, deyir ki, polis çağırma yine bir çıxıb gedirik. Durur ayağa, kızın kalyaskasından yapışır, itəleye biraz geden kimi az kadındı da yıkılır, ürəyə gedir. Bu arabada bunları izleyen cavan oğlan tez yaxınlaşır bunlara. Bu kadın görür ki, bu oğlan bunlara yaxınlaşır. Bir də hər tez durur ayağa, yapışır kalyaskaya ki, sürüb tez buradan uzaqlaşsın. Oğlan deyir ki, qorxmayın, mən pis adam deyiləm. Ben buradaki hadiseleri görürdüm, size yardım eləməyə gəldim. Ve elinde olan su butulkasını verir bunlara ki, alın bu suyu için. Bunlar da aç sulardı, alıp içirlər. Deyir, darıxmayın, burada gözləyin, indi mən qaydacam. Oğlan çıxıb gedir, balaca qız anasına deyir ki, ana bu kimdir, bu əmi kimdir? Deyir, mən bilmirəm kimdir, amma deyəsən yaxşı adam oxşayır. Ondan sonra biraz keçir, oğlan ərzaqla qayıdır gəlir, aldığı ərzaqları bunlara verir, bunlar sevinirlər. Deyir, sən nə yaxşı adamsan, hər insanlar bizi təhqir edirlər, bizə pis rəftar göstərirlər, biz az yalavac qalmışıq. Oğlan deyir ki, benim size bir sürprizim de var. Ben size iş versem, işləyərsən? Deyir, hə, niyə işləmirəm ki? Deyir, həm də mənim qalmağa yerim de var. Orada size yer de vereceğim, yaşayacaksınız. Size hayat sigortası da açtıracağım. Bunlar sevinirlər ve oğlan bunları götürüb gətirir. Bir gün şirkette oğlan bununla karşılaşır. Deyir ki, vəziyyət necədir? Deyir, Allah səndən razı olsun, vəziyyətimiz yaxşıdır. Deyir, bəs qız necədir? Deyir, qız da yaxşıdır. Həkimlər deyir ki, ayaqları sağalacaq. Onun qızın da ayaqları ifliciydi, onu xəstəxanada müalicə elətdirirdi. Sonra oğlan bunu kadrlar şöbesine müdür təyin edir. Bu artık kız kadrlar şöbesinden müdür işləyir. Belə olur ki, bir gün bir kadın gəlir iş üçün kadrlar şöbesine, orada katibəçilik üçün yer var idi. Bu kadın içeri girəndə görür ki, həmin bu yemeği zibil yeşiyine atan kadındır. Müdür buna deyir ki, mən səni tanıyıram. Deyir, siz məni hardan tanıya bilərsiniz? Mən sizi tanımıram, görməmişəm. Deyir ki, sən mənə yemeği vermədin bir ac qadına, həmin
yeməyi atdın zibil yeşiyinə. Mən həmin qadınam. Bu yalvarır, yaxarır buna ki, mən artıq dəyişmişəm, əvvəlki xarakterdə deyiləm. Həyat məni öz acı üzünü göstərdi. Mənim ərim başqa bir qadından ötürü məni boşadı, atdı çölə, qalmışam indi küçələrdə, mənə pul lazımdır, işləmək istəyirəm. Amma görür ki, bunun pislik etdiyi qadındır, Deylanı götürüb çıxmaq istəyəndə deyir, dayan. Mən burada qisas almaq üçün oturmamışam. Madəm ki, sən xarakteri dəyişmişsən, indi həyatı başa düşmüsən, onda sən işə alınırsan və bunu işə qəbul edir. İndi həyat elə bir şeydir ki, insanı hər cür sürprizlərlə qarşılaşdırır. Ona görə həyatda gərək əlində imkan olanda elə bir hərəkətlər eləyəsən ki, sonra sənə həyat sərt üzün göstərəndə pis vəziyyətdə qalmayasan. Diqqətinizə görə çox sağ olun. Minnətdarım.